Ağız kənarında yaranan uçuqlar nədir? Nədən yaranır? Ağız kənarında yaranan uçuqlar herpes simplex virusdur. Yəni buna HSV deyirlər. Və buradakı məsələ odur ki, adətən onun yuvası buradadır. Qorxu, həyəcan, stres anında, immunitet düşəndə, tez-tez xəstələnəndə, qrip və s. bəzi problemlər yaşanan anda bu ağzın qıraqlarını partlada bilir. Çünki o sinir impulsu riski göndərir və oranı partladır. İldırım düşmə effektiv kimi fikirləşmək olar. Bir də var, deyək, HPV, bu human papilloma virusdur. Bu, onun da iki vidi var. Bunlar nədir? Ət xalları, deməli, HPV1 sifətdə olur, HPV2 aşağı ətraflarda olur və HSV də eyni cür olur, yuxarıda və aşağıda. Bunu bir nə? Bəs fərqləri? Yəni biri simplex virusdur, biri papilloma virusdur, biri yarada, dəridə yaralar yaradır, simplex virus. Papilloma viruslar ət xalları kimi özünü göstərir. Bu necə bir şeydir? İnsulin dirəncinə bağlı da ola bilir, virus mənşəli də ola bilir. Adətən bədəndə yaranan papilloma viruslar, burada adətən daxildə kandilomalar, ət xalları, onunla əlavə zillər və s. natəmizlikdən və qadın-kişi münasibətlərindən bir-birinə ötürülmüş virusdur. Əslində HSV də ötürülmüş virusdur həm də və o immunitet düşəndə və s. də yarana bilir. Və bunları aradan qaldırmaq əslində çox sadədir, amma bədəndən tam təmizləmək olmasa da sıfıra salmaq olur ki, sonra immuniteti də daimi yüksəkdə saxlamalısan ki, yenidən inkişaf eləməsin. Bax, misal üçün Larifan Ungo maz var. Bu məlhəmi mən göstərim kamerada, cəmaət görsün. 13-14 manat apteklərdə, hansı aptekdə desələr ki, yoxdur, depolardan gətirə bilirlər apteklər. Və bu Larifan Ungo mazı gün ərzində 3 dəfə, istəyirsən ağzın içinə olmaz, bir də gözün içinə olmaz. Bədənin istənilən nahiyəsinə gündə 3 dəfə çəkirsən. Üstünlüyü odur ki, tərkibi 2 spirallı ribonuklein turşusudur. Bu, birbaşa olaraq virusun strukturasını dağıdır, yəni virusu məhv eləyir. Plus, ağrını sürətli şəkildə götürür, çünki herpesin çox şiddətli ağrısı olur, acışması olur, onu sürətli şəkildə aradan qaldırır və müalicəni 3 gündən gec olmamaq, yəni prosesi, problemi 3 gündən gec olmamaq şərti ilə sağaltmağa başlayır. Bu gerpeslərə aiddir. Amma digər o papilloma ət xalları məsələsində ona bir qutu kifayət eləməyəcək, o bir neçə qutu indi adama görə dəyişir və o problemin ölçüsünə görə də dəyişir əlbəttə. Biri 13-14 manat apteklərdə var, rahat alıb istifadə edə bilərsiniz. Və növbəti videolarda görüşənə qədər özünüzə çox yaxşı baxın.